Belli değerli tamaşaçılarımız Günaydın proqramı davam edir və qonağımız var rubrikası ilə. 24-25 oktyabr tarixlərində Bakı Expo mərkəzində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin və COP29 sədrliyinin dəstəyi STEM Azərbaycan layihəsinin təşkilatçılığı ilə Beynəlxalq Yaşıl STEM Azərbaycan festivalı baş tutub və festivalda Griffin komandası Flight Tech kateqoriyası üzrə hazırladıkları dronla verilmiş tapşırıqları uğurlu şəkildə yerinə yetirərək birinci yerin qalib olublar və hal-hazırda komandanın mentoru və komandanın üzvləri bizim studiyamızın qonağıdırlar. Vaxt itirmədən qonaqlarımızı təqdim etmək istəyirəm. Komandanın mentoru Kazım Əkbərov, komandanın digər üzvlərini təqdim etmək istəyirəm. Uğur Quluzadə, Nadir Məmmədli və Nicat Babaverdiyev. Hər birinizi salamlayıram, sabahınız xeyir olsun və bu uğurunuzdan dolayı hər birinizi təbrik edirəm. Uğurlarınızın davamlı olmağını arzu edirəm və istəyirəm ki, Kazım müəllim, sizinlə söhbətimizə ilk olaraq başlayaq və hazırlıq mərhələsindən danışaq. Necə keçdi hazırlıq mərhələsi və təbii ki, biz komanda necə hazırlandı və uğurlu şəkildə təbii ki, az öncə də qeyd etdiyim kimi birinci yerin qalibi oldu. Bu barədə tamaşaçılarımıza ətraflı şəkildə məlumat verək. Mən Kazım Əkbərov, Naxçıvan STEM Təlim Tədris Mərkəzində pilotsuz uçuş texnologiyaları və kodlaşdırılması üzrə təlimatçı vəzifəsində çalışıram. Hazırlıq mərhələsinin ilkin mərhələsindən danışası olsam, demək olar ki, bu mərhələ bizim təhsil müddətimizə, dərnəyimizin fəaliyyətə başladığı müddətə dayanır. Səbəbi də odur ki, yarış olmamışdan da öncə dərnək müddətində bizim şagirdlərimizlə təhsil müddətində onlara pilotsuz uçuş texnologiyaları, pilotsuz uçuş aparatları haqqında məlumatlar verilibdir. Pilotsuz uçuş aparatlarının hansı vacib hissələrdən, tərkib hissələrindən ibarət olduğu haqqında dərin məlumatlar verilib. Bunların fizika ilə bağlılığı, riyaziyyatla bağlılığı və məktəbdə aldığı, təhsil aldığı fənlərdən STEM-də necə istifadə edə bilərlər, onlar haqqında məlumat verilibdir. Və kiçik də olsa qrup daxilində sınaqlar keçirmişəm, müxtəlif yarışlar keçirmişik, dronla bağlı. Sonda iki qrupu birləşdirən, dərnəyi birləşdirən yarış keçirilibdir və bu yarışda dərs müddətində də o seçilən ki, şagirdlər var, digərlərinə nisbətən daha aktiv, dərslərə daha məsuliyyətlə yanaşan şagirdlər ki var. Onları özüm üçün qeyd etmişdim, müxtəlif tədbirlərə ötən il dəvət etmişdim onları. Misal, bizim Uğur və Nicat ötən il bizim Uşaqlar Günündə tədbirimizdə iştirak ediblər. Sonra bizim ötən il böyük bir tədbirimiz vardı. Qərbi Azərbaycana qayıdış mövzusunda böyük bir tədbir vardı. O tədbirdə 2 gün bizlə bərabər iştirak ediblər. Bizim orada dronların təqdimatını ediblər, texniki göstəriciləri və digər məlumatları bizim vətəndaşlarımız və o həmin tədbirdə iştirak edən digər şəxslər üçün, səlahiyyətli nümayəndələr üçün təqdim etmişdilər. Və o dərs müddətindəki hazırlıqlarımız, özümüzün dronla bağlı hazırlıqlarımız bizə yarışda bir növ həddindən artıq yardımcı oldu. Böyük bir praktikadan artıq keçmişdilər şagirdlərimiz. Bəli, çünki artıq dron haqqında məlumatları, texniki hissələri haqqında necə quraşdırıla bilər, biz pilotsuz uçuş aparatlarından danışırıqsa, pilotsuz uçuş aparatları maksimum yüngül olmalıdır. Bizi yarışda təmsil edən dron maksimum stabil olmalıdır. Pilota çox yük salmamalıdır bu dron. Bunları nəzərə alaraq yarışa hazırlığa başlamışdır. Bizə elan olunandan sonra STEM Azərbaycan Festivalı rəsmi səhifəsindən qeydiyyatdan keçmişik. Öz layihəmizi, ilkin layihəmizi hazırladıq və elektron qaydada təqdim elədik onu və müsbət nəticə ilə
bizə xəbər gəldi ki, final mərhələsi üçün seçilmisiniz. Biz artıq final mərhələsində layihə üçün istifadə etdiyimiz dronu yox, onu daha da təkmilləşdirmək qərarına gəldik. Çünki bunun üçün zamanımız vardı. Dronda müxtəlif ciddi dronda dəyişikliklər apardıq. Hissələrində ötən ilki bizim yarışmamızda şagirdimiz Nadir, məsələn, yarışımızda iştirak edib, SAF 2023 yarışmasında 2-ci yerin qalibidir. O dronda çatışmayan bütün cəhətləri aradan qaldırdıq, gövdəsini daha da yüngülləşdirdik, möhkəm bir hala saldıq. Dronumuzun stabil durması üçün müxtəlif balans ayarlarını həyata keçirdik. Bunların hamısını bizim şagirdlərimizlə, komandamın üzvləri ilə bir yerdə həyata keçirmişik. Gec saatlara qədər olsa belə çalışmışıq. Həqiqətən də burada şagirdlərin, valideynlərinin bizə böyük dəstəyi olub. Yəni, məktəb rəhbərləri, direktorları bizə dəstək olub ki, hər zaman lazım olan anda şagirdlərimiz yanımızda olublar. Və yaxşı da nəticəni əldə etmişsiniz. Əsas ondan ibarətdir ki, sonluğu yaxşı bitibdir. Bəli, bəli. Yarış mərhələmizdə demək 23-ü, 26-sı ərəfəsində olub. Yarış 23-ü başlayıb, 26-sı bitibdir yarışımız. Bu yarışda əsas 2 mərhələ bizim üçün şərt qoyulmuşdu. Yarışın əsas 2 mərhələsi vardı. Biri dron sahəsində uçuş idi. Bunu bizim pilotumuz Nadir həyata keçirdib. Simulyator sahəsində isə bizdə FPV, yəni yarış dronu var idi ki, onun simulyasiyasını Nicat həyata keçiribdir. Uğur isə pilot köməkçisi və dronun texniki hissələrindən məsul bizim şagirdimiz olubdur. Dron sahəsinə giriş icazəsi yalnız uğurda olubdur. Yaranan qəzalar, xətalar hamısını uğur aradan qaldırıbdır. 23 komanda, səhv etmirəmsə, iştirak etmişdi və digər festivallara görə bilirsiniz, bu yaşıl festival idi. Daha geniş miqyaslı idi, beynəlxalq səviyyədə idi. Bizim yadımda olduğu qədər Niderlanddan bizim rəqibimiz var idi. Artıq xarici ölkələrdən Özbəkistan, Qazaxıstan, xarici ölkələrdən artıq rəqiblərimiz vardı. Ümumiyyətlə, xarici ölkələrdən gələn qonaqlar düşünürəm ki, rəqabəti daha çox artırdı. Ancaq buna rəğmən yaxşı nəticə ilə sonlanıbdır festival. Bəli, bəli. Demək olar ki, hissələrə əl çatımlıqlarına görə, əlindəki imkanların daha da geniş olmasına görə, təbii ki, xarici ölkələr bizdə bu sahə hələ yeni-yeni inkişaf eləyir. Bizdən daha irəlidə idilər. Amma buna baxmayaraq, məsuliyyətlə ciddi hazırlaşmağımız nəticəsində birinci mərhələ, bütün mərhələləri uğurla bitirib qızıl medalın sahibi olduq. Mən fikirləşirəm ki, yəni bu həqiqətən də tək Naxçıvan STEM təlim-tədris mərkəzinin qələbəsi deyil, bu ümumiyyətcə Naxçıvanın qələbəsidir beynəlxalq yarışda və bizim üçün həqiqətən də qürur verici bir hissdir ki, biz orada Naxçıvanı təmsil edib və qızıl medalla birinciliyindən geri döndük. Göstərilən qayğının, diqqətin və əzmin, çalışmanın deyərdim ki, nəticəsidir. Xoş gördük səni də Nadir və istəyirəm ki, festivalda keçdiyin təcrübədən bizə danışasan. Təcrübəniz necə keçdi və hazırlıqlardan, ümumiyyətlə orada keçirdiyin həyəcanlardan, hisslərdən bizə və tamaşaçılarımıza bəhs edəsən, buyur. Salam, mən Nadir. Demək, biz yarış ərazisinə gedənə kimi biraz həyəcanımız var idi. Yarış ərazisinə çatandan sonra da bizim əcnəbi rəqibləri görəndən sonra həyəcanımız bir balaca daha artmışdı. Amma bizdə qorxu yox idi. Çünki biz öz hazırladığımız işdən, öz komandamızdan tam əmin idik. Yarış mərhələləri başladı artıq. Yoldaşım Nicat simülyasiya mərhələlərinə girirdi. Mən isə real uçuş mərhələlərində uçurdum. Bu uçuş zamanı həqiqətən həyəcan çox olurdu. Orada nə edəcəyimizi düşünmək, necə olacağını fikirləşmək çox həyəcan verici idi. Yarış mərhələlərində uğurla irələtdik. Orada dostlarımız da oldu, bizə kömək edənlər də oldu. Bizim onlara kömək etdiklərimiz komandalar da oldu. Yəni, bir növ yardımlaşma kimi bir yarışma da oldu. Hamı bir-birinə dəstək olurdu və bu yarışı belə qalib seçilirdi.
Demək, biz xalları yığdıq artıq. Gördük ki, biz sıralamada xeyli qabaqdayıq. Amma birinci olduğumuzu yəni orada bilə bilmirdik. Axır yekun o jürilərin verdiyi qərarla biz birinci yerə çıxırıq. Və həyəcanla biz birinciliyimizi gözləyirdik. Orada səhnədə də artıq burada bəzi komandalara həvəsləndirici mükafatlar verilirdi. Burada da bizim adımızın çıxmamağı biraz bizi sevindirdi ki, biz artıq demək ki, hansısa yerə namizədik. Üçüncü yerin qalibləri açıqlandı. Biz həqiqətən dua edirdik ki, biz bu komandalar içərisində olmayaq. Biz birinci yerdə olmaq istəyirdik. Üçüncü yer, ikinci yer həyəcanla gözləyirdik və artıq son qalmışdı ki, birinci yerin qalibləri açıqlansın. Bizim adımız hələ də çəkilməmişdi, amma içimizdə bir balaca da şübhə yaranmağa başlanmışdı ki, niyə adımız çəkilmədi. Saxladılar onu saat 4-də, 1-2 saat sonraya saxladılar birinci yerin qaliblərini açıqlamağı. Deyərdim ki, həmin vaxtda olan həyəcan daha uzun müddətdə olur. Görürsən, sonluğu necə bitəcəkdir? Dəqiqələr keçmirdi bizim üçün. Artıq saat 4 olmuşdu və bizə çağırdılar səhnəyə, adımız çəkildi səhnədə. Burada həqiqətən sevincin həddi-hüdudu yoxdur. Gözləyirdiniz ümumiyyətlə birinci yeri? Gözləyirdik. Gedəndən biz əmin idik ki, biz birinci yer olacağıq. Çünki çox çalışmışdıq. Yəni düzəltdiyimiz drondan da çox razı idik. Komanda yoldaşlarımız çox yaxşı iş görürdülər. Buna görə də biz gözləyirdik. Amma orada bir balaca da sürpriz oldu bizə. Yəni təəccübləndirdi bizi. Birinci yer açıqlandı. Yəni çox həqiqətən çox sevindirici hal idi. Çünki bu qədər əziyyət çəkdik, gecə-gec saatlara kimi işlədik və bunun bəhrəsini orada görmək çox sevindirici idi. Əslində Kazım müəllim layihə haqqında danışdı, ancaq mənə maraqlıdır ki, həmin layihədəki rolun nədən ibarət idi? Demək, mən əsasən dronun pilotuydum, drona real səhədə uçudurdum və mənim uçuş hissiyatıma görə mən Kazım müəllimə və komanda yoldaşlarıma deyirdim ki, dronun burasında bu çatışmamazlıq vardı, burasında bu çatışmamazlıq vardı. Əvvəlki dronumuz ağır idi, bu da mənə biraz çətinlik yaradırdı yarış müddətində və bunu mən dedim, biz komanda ilə bərabər o ağırlığı azaltdıq. Paraşüt sistemimizdə problemlər var idi. Bunu da mən bildirdim komandam olaraq və bunu orada tamamladıq və demək olar ki, dronumuzda heç bir problem yox idi yarış müddətində. Uğurlar arzu edirəm. Birazdan yenidən söhbətimizə davam edəcəyik. Digər bir qonağımızla istəyirəm ki, söhbətimizə davam etdirim. Xoş gördük səni də, Uğur. Və səni daha yaxından tanıyaq və istəyirəm ki, festival təcrübən haqqında bizə bəhs edəsən. Necə keçdi festival? Festival demək, yəni biz eşitdik ki, festivalın final mərhələsinə qəbul olmuşuq və biz final mərhələsinə qəbul olandan sonra biz yəni ciddi hazırlıqlara başladıq. İlk öncə yəni dronumuzun hazırlıqlarını başladıq və dronumuzun gecə-gec saatlara qədər hamımız hazırlaşırdıq. Komanda yoldaşım Nicat gecə-gec saatlarına qədər simulatorda məşq edirdi və biz tam özümüzdən əmin olduq ki, biz hazırıq, yəni yarışa özü hazırıq və yarışın yəni ilk günü idi ki, yəni biz Bakıya yollandıq və Bakıya yollanandan sonra isə biz yarış keçirilən məntəqəyə daxil olarkən bizdə daha da bir həvəs yarandı, yəni həyəcan yarandı. Biz rəqiblərimizlə tanış olduq, rəqiblərin dronları ilə yəni baxdıq, gördük necə hazırlayıblar və sonra isə yarış başladı. Yarış başlayandan sonra ilk turda bir neçə nasazlıqlar baş verdi, ancaq özümüzü itirmədik və biz komanda yoldaşım Nicat və komanda yoldaşım pilot özlərini itirmədən daha yəni yarışı uğurla başa vurduq. İstəyirəm ki, layihədəki rolun barədə bizə bəhs edəsən. Layihədəki rolum ondaydı ki, mən pilotumuz Nadirin köməkçisi idim, yəni dronla bağlı texniki nasazlıq baş verdikdə mən onu dərhal həll eləməli idim və təəssüf ki, belə də bir yarışda bəzi dronla bağlı nasazlıqlar oldu və vaxt da önəmli idi deyənə mən, yəni vaxt var idi burada. Mən tez sahəyə daxil olub dronun texniki nasazlığını aradan qaldırdım və yarışı uğurla nəticələndirdik. Həyəcan vardı mı? Bəli. Buyur Nicat, səni də salamlayıram. Salam. İstəyirəm ki, sən də festival təcrübən haqqında bizimlə və tamaşaçılarımızla öz fikirlərini bölüşəsən. Bayaq yoldaşlarım qeyd etdiyi kimi biz gecə saatlarında gəlib hazırlaşırdıq. Komanda yoldaşlarımız əsasən dronu hazırlayarkən yoldaşım qeyd etdiyi kimi mən də qırağa çəkilib simulator sürürdüm. Mənim də orada əsas məqsədim o idi ki, rəqiblərimdən fərqlənərək ən az saniyəni, yəni ən birinci saniyəni mən edə bilim və bunu da etdim və dronumuzu hazırladıq. Ondan sonra isə Bakıya yollandıqdan sonra isə komanda yoldaşım qeyd etdiyi kimi mərkəzə girdik. Orada sonra isə rəqiblərimizlə tanış olduq. Sonra dronlarına baxdıq, necə hazırlayıblar.
və onu etdikdən sonra isə yarış başlamışdı. Yarış başlayanda ilk öncə mənim mərhələm idi, simulator mərhələsi. Orada komitədə biraz nasazlıq yarandığından biraz gec oldu saniyə, gec topladım və bu məni qane etmədi. Belə getdik. Nasazlığın yaranmasının ümumiyyətlə səbəbi nə idi? Televizora bağlanmışdı komiter. Yəni orada biraz donma var idi. Ona görə biraz saniyə dala düşdü, ona görə belə məni qane eləmədi. Sonra ikinci mərhələdə o gün mənə beynimə vurdu ki, mən Naxçıvanları elə bilmərəm də, dalda qoya bilmərəm, birinciyə çıxmaq istəyirəm, yəni komanda bir yerdə. Ona görə hirs eləyib 13.8 saniyə elədim o birilərin nisbətən. O biri rəqib yoldaşlarım isə 15, 18, 20, 30 saniyə eləmişdilər. Üçüncü saniyədə yenə 8 saniyə fərq edərək 13.72 saniyə elədim. Bunun nəticədə yenə rəqib yoldaşlarımı dalda qoyaraq birinciliyə vurdum, addım etdim. Ondan sonra isə yəni artıq Nadir pilotumuz onunla birlikdə, komanda üzvü ilə birlikdə nəticələri gözlürdük və gözləyəndən sonra gördük ki, bizim adımız çıxmır, üçüncüyə, ikinciyə gedirdi. Sonra yenə Nadir qeyd etdiyi kimi pilotumuz yenə gözlədik. Artıq birinci yer qalib olunan ad çəkilən yerlərdə bizim yerimiz çəkildi. Sevincimizin həddi üdudu yox idi. Orada aparıcı gəldilər, bizə müsabihə aldılar, cavab verdik və başı uzu olaraq Naxçıvana qayıtdıq. Bəli. Və rəqiblərin dronları ilə tanış olmuşsunuz. Az öncə Uğur da qeyd elədi. Bu zaman nələri öyrəndiniz və yaxud da onlarda olan o kəsirləri görə bilirdinizmi? Nələr çatışmır onların dronlarında və yaxud da biz bu yeniliyi də edə bilərdik deyə düşündünüzmü? Daha sonra söhbətlər apardınızmı öz aranızda? Maraqlıdır. Əsasən rəqib yoldaşlarıma baxarkən əsas orada çalışmayan şey ayaqlarının uzun olması. Əgər dronda ayaq uzun olarsa, əsasən orada nə dedirlər? Orada sahədə uçurda bilməz. Yəni ayaqları birdən dəyə bilər şeyə, maneə deyə bilər, yerə düşüb xal sıfırlana bilər. Biz əsasən onlarda gördük və fikirləşdik ki, bizdə də o eyni şey yana bilər. Ona görə də ki, biz onun öz dronumuzun ayaqlarını azaldaraq biraz avantaj əldə etdik. Və ondan başqa nasazlıq idi. Əsas o da ayaqları biraz qısa olsun, biraz çəkisi az olsun ki, drona təsir etməsin. Əgər drona təsir etsəydi, o ağırlığını tab gətirə bilməyib yerə düşə bilərdi. Festivalda bəs hansı bilik və təcrübələri əldə etmişsiniz? Hər birinizə bu sualı ünvanlayacağım, ancaq ilk olaraq elə necə sən cavablayacaqsan? Mən əldə etdiyim şey, necə deyirlər, ilk dəfə iştirak etmişdim, ona görə həyəcanlı idim. Yəni, necə deyim, çox yaxşı idi də təsəvvüratlarım, yaxşı idi, yəni yaxşı yarış keçdi, amma ki, ilk dəfə iştirak etmişdim də ona görə ki... Nələri öyrəndiniz ümumiyyətlə? Orada dronu əsasən necə idarə edirlər, onu öyrənmişdim də, yəni mən simulatorda öyrəndim ki, necə idarə edirlər, ondan əvvəl pilotumuzun uçurmağını öyrəndim ki, o necə uçurdular, necə keçirdilər, onları öyrəndim. Uğur, istəyirəm bu suala sən də cavab verəsən. Hansı bilik və təcrübələrə yiyələndin bu festivalda? Mən də komanda yoldaşım Nicat dediyi kimi saf 2024-də ilk dəfə iştirak edirdim və ilk dəfə iştirak etməyimə baxmayaraq həyəcanlanırdım və həyəcanlanırdım, yəni İnanmırdım ki, ilk dəfə getmişəm və birinci yerə çıxmışam və mən birinci yerə çıxdığımı eşidəndən sonra sevincimin həddi yox idi ki, yəni ilk dəfə gedib birinci yerə çıxmışam. Uğurlar, buyur. Nadir, istəyirəm ki, sən də öz fikirlərini bölüşəsən. Orada bizimlə bərabər bir neçə kateqoriyalar da var idi. Bunlardan VEX və ya PEC düzəltmə hazırlama kateqoriyaları var idi. Yarış müddətində, istirahət müddətlərində biz o kateqoriyaları gəzirdik. Digər kateqoriyada olan robotları görürdük. Həqiqətən bunların necə qurulduğu bizə maraqlı idi. Hətta Türkiyədən və digər ölkələrdən gələn qonaqlar da var idi. Onların düzəltdikləri işlər çox maraqlı idi. Biz yarış müddəti demək olar ki, oralarda onları, yəni istirahət müddətlərində onları görmüşük və yeni onları da necə hazırlayacağımız haqqında biraz məlumatlarımız vardı. Əlavə olaraq orada uşaqların əylənməsi üçün təyyarə simulatoru var idi. Və boş asudə vaxtlarda onlardan da istifadə edə bilirdik. Təyyarə necə uçur, orada pilot kimi necə hərəkət edə bilərik, onları da görürdük. Hər birini öyrəndiniz. Çox maraqlı idi onları görmək. Kazım müəllim, mən təbii ki, şagirdlərə də bu sualı ünvanlayacağım, ancaq ilk olaraq elə sizə ünvanlamaq istəyirəm ki, gələcək planlar nədən ibarətdir? Komanda şəklində hansı işlər görüləcək, hansı festivallara, ümumiyyətlə yarışlara qatılacaqdır komanda? Bax, maraqlıdır bizim üçün. Əsas gələcək planlarımız təbii ki, bizim məqsədimiz
sadəcə STEAM Azərbaycan festivalında yer tutmaqdan ibarət deyildi. Birinciliyi qazandıq və hər şey orada bitsin. Əksinə bizim daha böyük planlarımız bundan sonra başlayır. Yəni bəzilərini təbii ki açıqlaya bilməyəcəm. Bu birinciliyi əldə saxlamaq lazımdır, düşünürəm bu uğuru. Bəli. Amma deyə biləcəklərim daha misal üçün dron üzərində dayanmaq istəmirik. Başqa Naxçıvanda əsasən modelizmi, modelçiliyi, təyyarə modelçiliyi, digər pilotsuz uçuş aparatlarının modelçiliyini bu sahədə bir inkişafa nail olmaq istəyirik. Yaxşı fərqli modellər hazırlamaq, müxtəlif təyinatlı modellər hazırlamaq fikrimiz var. Bunları bizim dövrün tələbi olan, hal-hazırda çox populyar olan süni intellektə inteqrasiya eləmək istəyirik. Dayanmadan dəyişir, yeni məlumatlar. Bəli. Yəni bizim sahənin ümumiyyətcə informasiya texnologiyaları sahəsidir, pilotsuz uçuş aparatları texnologiyalardır. Bunlar daimi inkişafa hər gün bir yenilik olur bu yəni sahədə. Bu inkişafdan geri qalmaq mümkün deyil. Az öncə qeyd elədiyim kimi də Nadir misal üçün keçən il SAF 23-də iştirak edib ikinci yeri tutmuşdu. Artıq məlum olaraq indi komanda üzvlərimiz harda nə nasazlıq ya da ki siz az öncə sual qeyd elədiniz orada bizdən öndə yaxud ona xal qazandıracaq rəqiblərdən informasiyaları gətirib bizə çatdırıb bölüşəndə, biz onu müzakirə edəndə bax həmin şeylər də o qeyd elədiyiniz şeylər də onun arasında yer alırdı ki komandalar bizdən daha iləri texnologiya nə istifadə ediblər, yaxud dronu daha da yüngülləşdirmək üçün, dronun təyinat nöqtəsinə çatması üçün daha da yeniliklər bəli, onlara biz də eləyə bilərik. Məsəl üçün, dediyimiz xarici komandalar digər ölkələrin təcrübəsini əldə eləmək üçün, yəni bir növ fürsət idi. Biz onların demək olar ki, hamısını maksimum dəyərləndirmişik. Belə deyək, yarışın bir növdə sahədən kənarda da bir rəqabət, bir necə deyim, kəşfiyyat xarakterli desəm, yəni digər dronlardan çatışmayan hissələr ya da ki, çatışan biz onları tez öz dronumuza əlavə edib. Bu cür şeylər həddindən artıq bu yarışda populyar istifadə olunan variantlardan biridir. Məqsədimiz təbii ki, qeyd etdiyim kimi modelçilik bu öz sahəmizdə daha da təkmilləşmək, mürəkkəb işlərə imza atmaqdır və bundan da böyük beynəlxalq arenalarda Naxçıvanı, Azərbaycanı təmsil etmək. Mən düşünürəm ki, yenə də uğurla qayıdacaqsınız Naxçıvanımıza. Şagirdlərimizdən də istəyirəm ki, gələcəklə bağlı planlarını soruşum. Buyur, Nadir, sən də başlayaq. Müəllimimizin dediyi kimi, biz orada çox şey öyrəndik, çoxlu yeniliklər öyrəndik. Özəlliklə də xarici ölkələrdən onların istifadə etdiyi texnologiyaları öyrəndik. Və biz burada Naxçıvanda həmin texnologiyaları yaymağı, daha populyar hala salmağı fikirləşirik. Dron sahəsində bəli, davam eləyəcəyik, amma artıq yeni sahələrə keçmə zamanı da gəlibdir. Bunlardan biri pilotsuz uçuş avadanlıqları deyilən PUA-lar və ya təyyarələr ola bilər ki, biz bunları da irəli zamanlarda həll edəcəyik. Orada öyrəndiyimiz informasiyalar bizə həqiqətən çox lazım olacaq burada, çox kömək olacaq. İnşallah daha yaxşı avadanlıqlarla, daha yaxşı robotlarla biz yenidən səhnələrə çıxarıq və birinciliyi alarıq. İnşallah ki, biz buna əminlik artıq. Uğur, sən də gələcək planların haqqında bəhs et. Mən də müəllimimiz Kazım müəllim dediyi kimi, bizim işimiz əsas ondan ibarət deyil ki, gedib SAF 24-də yer tutub qayıtmaq, gəlməkdir. Bizim əsas işimiz dronu düzəldib aparmaq deyil. Biz gələcək həyatlarımızda müxtəlif layihələr də hazırlaya bilərik. Məsələn, təyyarələri maket kimi hazırlayıb, motor taxıb, onları müxtəlif yerlərdə sürə bilərik. Bizim hətta biz daha da inkişaf eləyib, müxtəlif xarici ölkələrdə də beynəlxalq yarışlara qatıla bilərik. Bəli. Buyur, Micə. Bayaq müəllimimiz qeyd etdiyi kimi bizim əsas məqsədimiz SAF kimi yarışlarda iştirak etmək yox, Texnofest və onun kimi başqa beynəlxalq yarışlarda iştirak etməyimiz kimi etməliyik. Bundan əlavə də müəllim qeyd etdiyi kimi biz təkcə dron sahəsində yox, təyyarə sahəsinə, helikopter sahəsinə, yəni pilotsuz uçuş aparatları sahəsinə yiyələnmək istəyirik və
qeyd etdiyi kimi intellekt artır və yeni məlumatlar əldə olunur. Ona əsasən də biz pilotsuz uçuş aparatlarının üstündə davam edəcəyik. Yəni dron da üstündə qalacaq. Dronla yarışa gedəcəyik və yenə həmişə indiki kimi həmişə də birinciyə layiq olacaq. Və uğurlarınızın davamı olacağına inanırıq. Yenidən yeni uğurlarda biz yenidən sizi studiyamızın qonağı edəcəyik. Təşəkkürümü bildirirəm, minnətdarım hər birinizə. Bəli, dəyərli dostlar, artıq söhbətimizi yekunlaşdırırıq. Qısa fasilənin ardınca yenidən studiyamızda olacaq. Gözünüz bizdə olsun.